Salam əziz izləyicilər. Bu dərsimizdə isə biz əhali məsələləri işləyəcəyik. Belə bir məsələmiz var. A ölkəsindən söhbət gedir. Burada əhali 15 milyon nəfərdir. Bu 15 milyonun 0,5 milyon nəfəri işləməkdən yayınan, 4,5 milyon nəfəri isə uşaq və təqaüdçülərdən ibarətdir. Bizə əlavə məlumat kimi verib ki, işsizlik 15%-dir. İqtisadi cəhətdən fəal əhali nə qədərdir? Gəlin biz birinci əmək ehtiyatlarının nə qədər olduğunu tapaq. Bilirik ki, əmək ehtiyatına kimlər daxil edib? İşsizlər, yəni faktiki olaraq işsiz olub, amma iş axtaranlar, həmçinin işləyənlər, yəni iqtisadi cəhətdən fəal əhali. Deməli, burada yerdə qalan, işləməkdən yayınanlar, uşaq və təqaüdçülər əmək ehtiyatlarına daxil deyil. Demək, biz ümumi əhalidən onların sayını çıxsaq, əmək ehtiyatlarının nə qədər olduğunu tapa bilərik. Gəlin edək. Yəni, biz 15 milyon nəfərdən çıxacağıq. İşləməkdən yayınanlar, yəni 0,5 milyon, üstəgəl uşaq və təqaüdçülər, yəni 4,5 milyon. 5 milyon, 15 milyondan 5 milyon çıxanda edəcək 10 milyon. Demək, əmək ehtiyatları nə qədərdir? 10 milyon. İşsizlik 15%-dir. Yəni, əmək ehtiyatlarının 15%-i işsizdir. Demək, çalışanlar neçə faizdir? 100% çıxılsın, 15%. İqtisadi cəhətdən fəal əhali əmək ehtiyatlarının 85%-dir. Bizim əmək ehtiyatlarımız 10 milyon nəfər oldu. İndi isə 10 milyon nəfərin 85%-ni tapmalıyıq. Bu da edəcək 8,5 milyon nəfər. Demək, iqtisadi cəhətdən fəal əhali nə qədərdir? 8,5 milyon nəfər. İzlədiyiniz üçün təşəkkür edirəm.